Şəhla xanım, xoş gəlmisiniz. Sağ olun. Bizi hardan seçmisiniz, niyə seçmisiniz? Əl işlərinizi bəyənmişəm ona görə. Sizdə də gözəl olacaq deyə gəlmisiniz inşallah. Deməli, bugün Şəhla xanıma gözlərin gəncləşdirilməsi əməliyyatlarını eləyəcəyik. Deməli, göz üstü blefroplastika Fox Eyes kəsiyi gördüyünüz kimi. Alt blefroplastika, mimikli qırışlarımız çoxdur. Və Fox Eyes effekti, brow lifti, endoskopik saçın içindən edəcəyik. Bu his belə bir formada yaraşdırdı xanımı. Dəri boşluğumuz çoxdur. Bu hissələrdə həm qırışların, həm də sallanmaları aradan qaldırıb gözlərimizi gözəl bir formaya salacağıq. Birazdan nəticəni bölüşəcəyik. Kameraya baxaq. Gedək. Gedək. O zaman getdik. Və əməliyyatımızdan dərhal sonra. Gördüyünüz kimi Şəhla xanımın gözləri çox gözəl oldur. Gözümüzün üstü Fox Eyes effekti, Fox Eyes kəsiyi, qaşımızın ucunu saça doğru temporal brow lift etdik. Alt blefroplastika subsidiyer oldu. Deməli, temporal liftimiz endoskopik Fox Eyes və brow lift saçın içindən oldu. Bax, bu hissədir, saçın içindədir tikişlərimiz. Bu da digər gözümüzün həmçinin kəsik və tikiş hissləri saçın içində oldu. Kameraya doğru baxaq. Əməliyyatımızın nəticəsi çox gözəl oldu, çox uğurla başa çatdı. Yandan görüntümüzü də sizə göstəririk. Necəsiz? Yaxşı.